hər vaxtınız xeyir olsun. Ümumi sınaq 5-in izahına baxırıq. Sadə sözlər cərgəsini göstərin. Birinci A variantında yataq sözü düzəltmədir. B variantında hər iki söz sadədir. C variantında baxış sözü sadədir. D variantında bağla sözü düzəltmədir. E variantında isə miskər sözü düzəltmədir. Cavabımız B variantı. İkinci, cümlələrdən birində yer zərfliyi əvəzi ilə ifadə olunmuşdur. Haranı gəzdimsə, bildiyimiz kimi haranı tamamlığın sual olduğuna görə onu da cümlədə işlədəndə o tamamlıq olur. Niyyətin hara, mənzilin ora. Bu çaşdırıcı ola bilərdi. Ancaq burada inversiya var. Yəni, daha doğrusu ixtisar var, ellipsis var. Şəkilçilərin ixtisarı. Niyyətin haradır, mənzilin oradır. Yəni, buradakı hara əslində zərflik deyil, xəbərdir. Harda aş, orada başsan. Yer zərf tapdıq və o isə əvəzi ilə ifadə olunmuşdur eyni zamanda. Çünki burada hər hansı bir ellipsisdən söhbət gedə bilməz. Cavabımız C variantı. Bizdən də bir yad eləyən sağ olsun. Burada əvəzlik var, amma tamamlıq vəzifəsindədir. Ona görə D də gedir. Bura vətəndir. Burada yer zərfi var, ancaq o mübtəda vəzifəsinə çıxış edib. Bunu hardan bilirik? Buraya vətəndir demək olmur. Əgər ona yönlü hal şəkilçisini artıra bilmiriksə, o zaman o mübtəda olmuş olur. Məsələn, bura gəl, buraya gəl. Burada artırmaq olur. Deməli, buradakı zərflikdir. Ancaq harda artıra bilmirsə, orada hara sualına cavab verən mübtədadır deməkdir. Növbəti üçüncü sualımız. Hansı cümlədə iki ədat işlənmişdir? Artıq tamah baş yararda. Burada artıq sözünə görə vurğulanıb, ancaq bu təyindir və eyni zamanda morfoloji cəhətdən də sifətdir. Da, bir dənə ədat var burada. Gərək ki, məni çağırardınız da. Əgər gərək olsaydı, ədat idi. Amma gərək ki, olduğuna görə bu artıq modal söz hesab olunur. Da, bir dənə ədat hesab olunur. Bu da belə getdi. O lap düz deyir ki. O lap düz deyir ki, burada 3 dənə yox, 2 dənədir. Çünki buradakı düz sözü zərfdir, zərflikdir. Həm qüvvətlendirici ədat burada görürük, həm də ki, ədatını sonda görürük. Cavabımız C variantı. Ovçu tüfəngini götürüb getdi ki, bir ceyran ovlasın. Buradakı bağlayıcıdır. Kaş ki, burada da bir ədatımız var və bir ədəd də qoşmamız var. Cavabımız C variantı. Dördüncü sual. Cümlələrdən birində həmcins üz qrammatik əsasdan biridir. Qrammatik əsasımız mübtəda və xəbərdir. Ya sən danış, ya da mən özümü müdafiə edərəm. A variantında ümumiyyətlə həmcinslik yoxdur. Fit səsi eşidildi, qatar yola düşdü. Burada da mürəkkəb cümlələrdir və heç birində hər hansı bir cümlə təkrarlanmayıb, yəni həmcinslik yoxdur. Sənəm paltarları asmaq və işi bitirmək istəyirdi. Nəyi istəyirdi? Paltarları asmağı və işi bitirməyi istəyirdi. Həmcins tamamlıqdır. Kamil, Fuad və Alinlə söhbət etməyi çox sevirəm. Nəyi sevirəm? Kamil, Fuad və Alinlə söhbət etməyi. Burada düzdür, həmcinslik var, amma həmcinslik cümlə üzvü ilə bağlı bir söhbət deyil. Buradakı həmcinslik sadəcə söz birləşməsinin aslı tərəfinin həmcinsliyidir. Fe'li birləşmədə bu hal mümkündür. Deməli, E-yə baxırıq. Göylər titrədi, buludlar ağladı və buludlar onun bu halına sanki göz yaşı tökdü. Deməli, nə etdi? Tökdü. Nə tökdü? Buludlar tökdü. Daha doğrusu, burada təbii ki, biraz obrazlaşma var, ancaq həmcins, xəbər burada öz əksini tapıb. Davam edirik. 5-ci sualımıza baxırıq. Fe'li birləşmələrdən biri zərflik kimi işlənə bilməz. Hər birini bunların cümlədə işləsək kifayətdir. Çünki gördüyünüz kimi şəkilçilər hazır gəlib. Deməli, bizdən bu şəkilçilər vasitəsilə cümlədə işlətməyimizi istəyir. İtdən qorxub, məsələn, ağladı, titrədi. Nə səbəbə? İtdən qorxub. Deməli, A variantımız zərfli kimi işlənə bilən fe'li birləşmədir. Dünən məktəbdən qaydanda bu zaman zərfli olur. Nə zaman? Dünən məktəbdən qaydanda. Dünən məktəbdən qaydan zaman bu fe'li sifət tərkibi üstəgəl zaman sözünün birləşməsi ilə yarana bilən zaman zərfliyidir. Dərs oxumağa nə məqsədlə gəlmişəm sizə? Dərs oxumağa gəlmişəm. Bədii əsər oxuyan, baxın bu, məsələn, deyə bilərəm, bədii əsər oxuyan şagirdin söz ehtiyatı çox olur. Hansı şagirdin? Bədii əsər oxuyan şagirdin. Bu təyin olur. Cavabımız E variantı.
6. Balıq qulağı sözünün fonetik təhlili ilə bağlı yanlış fikri müəyyən edin. Tələffüzü yazaq. Bilirsiniz ki, əgər qoşal samit, təkrarlanan samit iki sözün qoşağındadırsa, yəni birinin sonu birinin əvvəlidirsə, bu zaman g, x kimi tələffüz olunur birincisi. Balıq qulağı. Biz ayaqqabı sözündə də bunu görürük. Kar-cinkli samit cütlüyü işlənmişdir. Bəli, x və q doğrudur. Q samitinin kar qarşılığı işlənmişdir. X, bəli. Cinkli samitlərin sayı saitlərin sayına bərabərdir. 1, 2, 3, 4, 5. İndi saitlər gəlin sayaq. 1, 2, 3, 4, 5. Bəli, bərabərdir. Kəmiyyət fərqi olsa da keyfiyyət fərqi yoxdur. Tam tərsinə, keyfiyyət fərqi olsa da kəmiyyət fərqi yoxdur. Cavabımız D variantı. Növbəti 7-ci sualımız. Bu əməli yazı növlərindən biri rəsmi sənədlərin dilinə nümunədir. Yəni, ancaq rəsmi dairələrdə işlənir. Baxın, növbətidə də elə demişik. Sıravi vətəndaşların bu əməli yazı növlərindən istifadəsi qadağandır. Hamı məktub yaza bilər. Məsələn, bir konsert verərsən, bir görüş olar, bir yazıçının görüşü falan olar, bildiriş paylanılar. Daha sonra bildiriş təbii ki, seçkilərdə falan da paylanır, amma təkcə seçkilərlə əlaqəli deyil bu. Elan nəsə bir, məsələn, iş elanında ola bilər, bu rəsmi deyil, işgüzar elanda ola bilər. Ərizəni hamı yazar, amma fərmanı ancaq dövlət başçısı verə bilər. Yəni, rəsmi sənəddir. Davam edirik. 8. Bu əməli yazı nümunələrindən birinin hərf mənası əslində uzaq yazmaqdır, amma bunu biz söz birləşməsi şəklinə salanda uzaq yazı kimi tərcümə oluna bilər. Və bu da nədir? Telegram. Tele, uzaq, qram yazmaq deməkdir. İkisi birləşəndə uzaq yazı adlana bilər. Keçdik 9-a. Onun bu son gedişi düşmənin yaddaşında həmişəlik qalacaqdır. Nə? Onun bu son gedişi qalacaqdır. Harada? Düşmənin yaddaşında həmişəlik, yəni nə zaman əslində ola bilər? Çünki burada müddətini göstərirsən. Belə mübtəda, zərflik xəbər. Davam edirik, 10-cu sualımıza baxırıq. Sabir müəllimliyin həsrətində idi. Gənc nəslə demək istədiyini bu yolla deyə bilirdi. Ancaq Əhməd Kəmalın istehzaları onu uyğun, nöqtələrin yerinə uyğun gələ bilən biz ifadələri seçməliyik. Deməli, burada müəllimliyin həsrətində olan bir adamın bezməsi dilə gətirir. Yəni, bir adam, Əhməd Kəmal adında bir adam onu bezdirir, yəni təngə gətirir, boğaza yığır. Cavabımız 1-3-dür. Doğru isə E variantındadır. Beləcə, bugünkü izahımızı da bitirdik. Ümid edirəm faydalı oldu. Növbəti izahlarda görüşənədək sağollaşıram. Hələlik.